Mezozoid dövrünün süxurlarından biz Trias dövrünün çöküntülərindən danışsaq, Azərbaycanda Trias çöküntüləri əsasən Naxçıvanda Dərələyə silsiləsi ətrafında yayılmışdır. Jura dövrünün çöküntülərinə biz Böyük və Kiçik Qafqazın yüksək dağlıq silsilələrində, yüksək dağlıq zirvələrində, Trias dövrünün çöküntülərinə isə Böyük və Kiçik Qafqazın nisbətən orta dağlıq ərazilərində rast gələ bilərik. Daha sonra biz Kaynazoy erasının çöküntülərinə keçid eləsək, Kaynazoy dövrünün paleogen çöküntülərinə, bunlar əsasən 3-cü dövrün vulkanik çöküntüləridir. Həmin çöküntülərə biz Talış dağlarında, Talış, Peştəsər və Brovar silsilələrində, həmçinin Naxçıvan ərazisində biz deməli bu ərazilərə rast gələ bilərik. Naxçıvanın əsasən orta dağlıq zonalarında biz bu belə deyək, çöküntülərə rast gələ bilərik. Bunlar 3-cü dövrün vulkanik çöküntüləri hesab olunurlar. Həmçinin Şahdağ silsiləsində də biz əlbəttə ki, paleogen dövrünün çöküntülərinə rast gələ bilərik. Neogen dövrünün çöküntülərinə baxsaq, Neogen dövrünün çöküntüləri Qobustan, Abşeron zonasında, həmçinin Ceyrançöl, Azunuxur zonasında, Böyük Qafqazın şimal-şərqi, yəni Qusar maili düzənliyində biz bu çöküntülərə rast gələ bilərik ki, bunlar da Neogen dövrünün çöküntüləridir. Azərbaycan düzənliklərində ən geniş yayılmış süxurlara antropogen, yəni ki, 4-cü dövrün çökmə süxurlarını biz bunlara aid edə bilərik. Məsələn, bu çöküntülərin yayıldığı ərazilərə biz Qanıqəyri çay vadisin, Küraraz ovalığı, yəni Şirvan düzü, Mil düzü, Muğan düzü, Cənub-Şərqi Şirvan düzü, Salyan düzü, həmçinin Lənkəran ovalığı, Arazboy düzənliklər, Gəncə Qazax düzü və s. kimi ərazilərdə, yəni Azərbaycan düzənliklərinin əksəriyyətində 4-cü dövrün çökmə süxurları yayılmışdır. Azərbaycan ərazisində həmçinin 4-cü dövrün vulkanik süxurlarına da rast gəlinir. Vulkanik süxurlarına isə biz Qarabağ vulkanik yaylasında rast gəlirik. Yəni bu ərazidə təbii ki, vulkanik süxurlar müəyyən qədər yayılmışdır. Deməli, Qarabağ yaylasında təbii ki, biz vulkan izlərinə rast gəlirik. Burada sönmüş vulkanlar var. Biz bu vulkanlara Pəriçınqıllı, Ayçınqıllı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya, Böyük İşıqlı kimi deməli sönmüş vulkanları nümunə göstərə bilərik ki, bunlar yəni vaxtı ikən aktiv vulkanlar olub, lakin hal-hazırda sönüblər və püskürmürlər. Həmçinin Azərbaycan ərazisi bilirik ki, palçıq vulkanlarına görə, yalançı vulkanlara görə seçilən ərazilər hesab olunur. Yəni Azərbaycan dünyada palçıq vulkanlarına görə əsasən birinci yeri tutur və bilirik ki, palçıq vulkanlarında ən çox yayıldığı ərazilər neft-qaz ehtiyatları ilə zəngin olan ərazilərdir. Azərbaycan ərazisində də əsasən palçıq vulkanları